suresi Mekke'de nazil olmuştur. 135 ayet. Bağışlayan ve mehriban Allah'ın adıyla. Taha. Biz Kur'an'ı sana məşəqqət çəkməyin üçün nazil etmədik. Biz onu Allah'ın əzabından qorxan bir kimsəyə yalnız öyüd nəsihət olaraq göndərdik. O, yeri və uca göyləri yaradandan, Allah'tan nazil olmuştur. Rəhman ərşi yaradıb hökmü altına almışdır. Ərşə hakimdir. Göylərdə və yerdə, onların arasında və torpağın altında, 7 qat yerdə nə varsa, hamısı O'nundur. Ey insan! Sən dua edərkən, səsini ucaltsan da, ucaltmasan da, heç bir fərqi yoxdur. Çünki Allah sirri də, sirdən daha gizli olanı da bilir. Allah'tan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar yalnız O'na məxsusdur. Musa'nın hekayəti sənə gəlib çatdımı? Musa, Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən, Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər. O zaman Musa qarşıda bir od görüb ailəsinə belə demişdi: siz yerinizdə durun, mənim gözümə bir od sataşdı. Bəlkə ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım. Musa odun yanına yetişdikdə belə bir nida gəldi: Ya Musa, mən həqiqətən sənin Rəbbinəm. Nələynini çıxart, çünki sən müqəddəs vadidə, Tuvadasan. Mən səni Peyğəmbər seçdim. Sənə vəhy yolunanı dinlə. Mən həqiqətən Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və məni anmaq üçün namaz qıl. O saat, qiyamət saatı mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini, mükafatını, yaxud cəzasını alsın. Ehtiyatlı ol ki, qiyaməti danıb nəfsinin istəklərinə uyan bir kəs, səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan. Ya Musa, sağ əlindəki nədir? Musa dedi: o mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkəliyirəm. O başqa işlərdə də karıma gəlir. Allah buyurdu: Ya Musa, onu, əsanı yerə at. Musa əsanı yerə atan kimi, o dərhal bir ilan olub, sürətlə sürünməyə başladı. Allah buyurdu: tut onu, qorxma, biz onu qaytarıb əvvəlki şəklinə salacağıq. Əlini qoltuğunun altına qoy ki, əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən başqa bir möcüzə olaraq eyibsiz, qüsursuz,
ağappaq çıxsın. Günəş şüası kimi göz qamaşdırıcı şəfəq saçsın. Və biz də bununla sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək. Ya Musa, bu möcüzələrlə bir peyğəmbər kimi Fironun yanına get. O həqiqətən azğınlaşıb həddini aşmışdır. Allahlıq iddiasına düşmüşdür. Musa dedi: Ey Rəbbim, peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar və mənə öz ailəmdən bir vəzir, köməkçi ver, qardaşım Harunu. Onunla arxamı möhkəmləndir, onu işimə ortaq et, ona da peyğəmbərlik ver ki, səni çox təqdis edib şərinə təriflər deyək və səni çox zikr edək, daim yada salıb şükür səna edək. Sən şübhəsiz ki, bizi görürsən. Allah buyurdu: Dilədiyin sənə verildi, ya Musa. Sənə bundan əvvəl də bir dəfə nemət bəxş etmişdik. Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. O zaman ki, mən anana buyurmuşdum: Musanı bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və mənə də, ona da düşmən olan birisi, Firon, onu sudan tapıb götürsün. Ya Musa, gözümün qabağında boya başa çatdırılasan deyə, öz tərəfimdən insanların ürəklərində sənə bir sevgi yaratdım. Mərhəmət nəzərim heç vaxt üstündən əskiy olmadı. Elə etdim ki, Firon özü, arvadı Asiyə və ətrafındakiların hamısı səni sevdi. O zaman bacım, sənin ardınca güya yad bir adam kimi saraya gedib, oradakilara deyirdi: Sizə ona baxa biləcək, süd verəcək birisini göstərimmi? Onlar razılıq verdilər. Anan saraya gəldi. Artıq salamat qalmağına görə gözü aydın olsun və kədərlənməsin deyə səni anana qaytardıq. Sən 12 yaşındaykən tayfandan olan bir Yahudi ilə mübahisə edən bir nəfəri, bir Qibtini vurub öldürdün. Sonra biz səni Mədyənə qaçırmaqla o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. Cürbəcür bəlalara, möhnətlərə düçar edib, hamısından salamat qurtardıq. İllərlə Mədyən əhli içində Şüeybin yanında qaldın. Sonra da müəyyən olunmuş vaxtda 40 yaşına gəlib çatdın, ya Musa. Və mən səni özümə peyğəmbər seçdim. 40 yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib, möcüzələrlə Fironun yanına göndərdim. Sən və qardaşın möcüzələrimlə gedin və məni zikr etməkdə zəiflik göstərməyin. Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər. Fironun yanına yollanın. O, Allahlıq iddiasına düşməklə həqiqətən azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd nəsihət qəbul etsin, yaxud Rəbbindən qorxsun. Onlar: Ey Rəbbimiz, Fironun möcüzə göstərməyimizi hövsələsi çatmayıb, bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından, dikbaşlıq etməsindən qorxuruq dedilər. Allah buyurdu: Qorxmayın.
mən də sizinləyəm. Hər şeyi eşidirəm və görürəm. Onun yanına gedib deyin, biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər. Şama getməklərinə mane olma və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə, möcüzə ilə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun. Bizə vəhy olundu ki, Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri yalan hesab edənləri və haqdan üz döndərənləri axirətdə əzab gözləyir. Firon, elə də Rəbbiniz kimdir ya Musa deyə soruşdu. Musa belə cavab verdi. Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yol göstərəndir. Firon soruşdu. Bəs əvvəlki nəsillərin halı necədir? Musa belə cavab verdi. Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Lövh-i məhfuzdadır. Rəbbim heç bir şeydə xəta etməz və heç bir şeyi unutmaz. O, böyük Allah ki, yeryüzünü sizin üçün döşəmiş, döşək etmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbə-növ bitkilərdən cütlər yetişdirmişik. Onlardan nuşcanlıqla yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən bunda gördüyümüz bu işlərdə ağıl sahibləri üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən əlamətlər vardır. Sizi, ulu babanız Adəmi də ondan, o torpaqdan yaratdıq. Sizi öləndən sonra da ora qaytaracaq və qiyamət günü bir daha oradan dirildib çıxardacaq. Biz ayələrimizin, dəlillərimizin və möcüzələrimizin hamısını ona, Firona göstərdik. Lakin Firon onları yalan sayıb, heç birini qəbul etmədi. Firon dedi, ya Musa, sən sehrinlə bizi öz torpağımızdan, Misirdən qovub çıxartmağa gəlmisən? Elə də biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu ikimizə də əlverişli bir yerdə olsun. Görək kim kimə qalib gələcək. Musa dedi, sizə verilən vədə sizin bayram gününüz və cəmaatın bir yerə toplaşacağı günorta vaxtıdır. Bu söhbətdən sonra Firon dönüb getdi. Nəhayət, bütün hilə və sehr vasitələrini, sehirbazlarını yığıb, vəd olunmuş vaxtda həmin yerə gəldi. Musa onlara, sehirbazlara dedi, ay yazıqlar, vay sizin halınıza, Allaha iftira yaxmayın, yoxsa o sizi əzabla məhv edər. Allaha iftira yaxan naümid olar, muradına çatmaz. Onlar, bu Musa heç sehirbaza oxşamır. Əgər qalib gəlsək heç, yox əgər qalib gələ bilməsək, ona iman gətirərik deyə, öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar. Onlar uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub, astaca bir-birinə dedilər, bu ikisi əlbəttə sehirbazdır. Onlar öz sehirləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl dininizi, məzhəbinizi yox etmək, əyan əşrəfinizi öz tərəflərinə çəkmək istəyirlər. Ona görə də bütün hilə, sehir vasitələrinizi toplayın, sonra da meydana səf-səf gəlin. Bugün qalib gələn nicat tapacaqdır, mətləbinə yetişəcəkdir. Onlar dedilər, ya Musa, özün seç, ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq. O, Musa dedi,
Xeyr, əvvəlcə siz tulluyun. Sehirbazlar əllərindəkini yerə atan kimi, onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib, ilan kimi qarnı üstə sürünür. Musanın canına qorxu düşdü. O qorxdu ki, cəmaat sehrlə möcüzə arasında fərq qoya bilməyib, iman gətirməsin. Biz ona belə buyurduq: qorxma, üstün gələcək mütləq sənsən. Sağ əlindəki əsanı yerə tullar. Onların düzüb qoşduqlarını, bütün kəndirləri və dəyənəkləri bir anda udsun. Onların düzəltdikləri sehirbaz hiləsindən, əfsundan başqa bir şey deyildir. Sehirbaz isə hara gedirsə getsin, mətləbinə çatmaz. Musa əsasını yerə atan kimi, o bir əjdahaya dönüb sehirbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli dibli uddu. Nəhayət sehirbazlar, biz Harunun və Musanın Rəbbinə, Rəbbül aləminə iman gətirdik deyə səcdiyə qapandılar. O, Firon dedi: mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz. Çünki o həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür. Heç eybi yoxdur. Mən də sizin əl-ayağınızı çarpaz kəstirib, xurma ağaclarının kötüklərindən asacam. Onda hansımızın, mən Fironun, yoxsa Musanın Allahının əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz. Sehirbazlar dedilər: biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə et. Sən ancaq bu dünyada hökm edə bilərsən. Biz həqiqətən Rəbbimizə iman gətirdik ki, o bizim günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə, sehrlə məşğul olmağımıza görə bağışlasın. Allah, sən Firondan daha xeyirli və onun günahkarlara verəcəyi əzab daha baqidir. Kim Rəbbinin huzuruna günahkar kimi gələrsə, onu cəhənnəm əzabı gözləyir. O orada nə ölər, nə də yaşayar. Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir. Əbədi əzaba düçar olub bir gün görməz. Kim Rəbbinin huzuruna yaxşı əməllər etmiş bir mömin olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir. Əbədi qalacaqları, ağacları altından çaylar axan ədn cənnətləri. Bu, günahlardan pak olanların, təmizlənənlərin mükafatıdır. İzzət və cəlalıma and olsun ki, biz Musaya belə vəhy etdik: qullarımla gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru bir yol aç. Fironun sizə yetişməsindən qorxma, suya qərq olmaqdan da əndişiyə düşmə. Firon öz ordusu ilə onları təqib etdi. Dənizdə də şaha qalxan dalğaları ilə onları, onun əskərlərini çulğuyub qərq etdi, özü də necə. Firon, mənəm sizin ən böyük Rəbbiniz deyərək öz tayfasını yoldan çıxartdı və onları doğru yola aparmadı. Ey İsrail oğulları! Sizi düşməninizdən, Fironun əlindən xilas etdik. Tövratın nazil olması üçün sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə göydən qüdrət halvası və bildirçin endirdik. Sizə verdiyimiz ruzilərin təmizindən, halalından yeyin, lakin bunda həddi aşmayın. İsrafçılıq, xəsislik və nankörlük etməyin. Ehtiyacı olana şəri qayda üzrə kömək göstərin.
yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt, cəhənnəmlik olar. Şübhəsiz ki, mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb sonra da doğru yol tutanı çox bağışlayanım. Allah buyurdu: Ya Musa, səni öz cəmaatından, Tur dağına getdiyin 70 kişidən ayırıb bu məqama tələsdirən nə idi? Musa belə cavab verdi: Onlar da arxamca gəlirlər. Ey Rəbbim, məndən razı qalasan deyə hüzuruna tələsdim. Allah, səndən sonra ümmətini imtihana çəkdik. Samiri onları yoldan çıxartdı, buzova sitayiş etdilər deyə buyurdu. Musa qəzəbli, kədərli halda cəmaatının yanına qayıdıb dedi: Ey ümmətim, məgər Rəbbiniz Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında sizə gözəl bir vəd verməmişdimi? Yoxsa mənim sizdən ayrılmağımdan uzun bir müddət keçdi, nə tez hər şeyi unudub nankör oldunuz? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib, mənə verdiyiniz vədə xilaf çıxdınız. Onlar dedilər: Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz Firon tayfasının bir bayram günü əmanət olaraq aldığımız zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları əmanətə xəyanət haramdır deyərək, günahdan qurtulmaq məqsədi ilə oda atdıq. Samiri də bizim kimi özündə olan bəzək şeylərini oda atdı. Oda atılmış qızıl gümüş əridikdən sonra, Samiri çuxurun içindən onlara böyrən bir buzov heykəli düzəldib çıxartdı. Samiri və onun yoldan çıxartdığı bir neçə kişi dedilər: Ey İsrail oğulları, bu sizin tanrınızdır. Musa'nın da tanrısı budur, lakin unutmuşdur. Məgər bu cansız heykələ sitayiş edənlər, buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi? Nə böyük cəhalət! Harun isə bundan, Musa Tur dağından qayıtmamışdan əvvəl onlara belə demişdi: Ey ümmətim! Siz bununla hansınızın əqidəcə möhkəm, hansınızın şəkkək olduğunu ayırt etmək məqsədi ilə Allah tərəfindən yalnız imtihana çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, rəhmandır. Mənə tabe olub, əmrimə itaət edin. Onlar, Musa Tur dağından qayıdıb yanımıza gələnə qədər, bu buzova sitayiş etməkdən əl çəkməyəcək deyə cavab vermişdilər. Musa, ümmətinin yanına qayıtdıqdan sonra dedi: Ya Harun, onların haq yoldan azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, möminləri də götürüb arxamca gəlmədin? Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin? Əmrimə asim oldun, Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin? Harun belə cavab verdi: Ey anam oğlu, saçımdan saqqalımdan tutma. Doğrusu sənin İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın deyəcəyindən qorxdum. Musa: Ey Samiri, sənin bu pis, əcaib işi görməkdə məqsədin nə idi deyə soruşdu. Samiri belə cavab verdi: Mən İsrail oğullarının görmədiklərini, Cəbraili gördüm, yaxud bilmədiklərini bildim. Mən o rəsulun, Allah elçisinin ləpirindən, Cəbrailin atının ayağı dəydiyi yerdən bir ovuc torpaq götürdüm.
və onu çaladakı od içində əriyən bəzək şeylərinə atdım. O da dönüb böyürən bir buzov oldu. Beləcə, öz nəfsim məni bu işə sövq etdi. Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum. Musa dedi, çıx get buradan. Həyatım boyu cəza olaraq, bir kəs mənə toxunmasın, mən də bir kəsə toxunmayım deməli olacaqsan. Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib, tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək. Hələ səni əsla qaçıb canını qutara bilməyəcəyin daha bir vaxt, qiyamət günü gözləyir. İndi tapınıb durduğun Tanrına, bütünə bax. Biz onu yandıracaq, sonra da külünü dənizə atacağıq. Sizin Tanrınız ancaq O, Allahdır ki, ondan başqa heç bir Tanrı yoxdur. O elm, öz əzəli elmi ilə hər şeyi ehtiva etmişdir. Ya Muhammed, keçmişin xəbərlərinin, olub keçənlərin bir qismini sənə belə nəql edirik. Sənə öz dərgahımızdan insanların düşünüb daşınması, ibrət alması üçün Qur'an da vermişik. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir. Belələri, o günah yükünün altında, yükü ilə birlikdə cəhənnəm əzabında əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir. Surun ikinci dəfə çalınacağı və günahkarları qorxudan yaxud susuzluqdan gözləri göm-göy göyərmiş və ya gözləri kör olmuş, üzləri qapqara qaralmış halda məhşərə gətirəcəyimiz gün, onlar öz aralarında pıçıldaşıb bir-birinə, dünyada cəmi 10 gün qaldınız deyəcəklər. Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı, dünyada cəmisi bir gün qaldınız deyəcək. Ya Muhammed, səndən dağlar, qiyamət günü dağların nə cür olacağı haqqında soruşarlar. De, Rəbbim onları oxalayıb havaya soğuracaq. Dümdüz, hamar bir yer edəcək. Heç bir şey bitməyən, qupquru torpaq halına salacaq. Və sən orada heç bir eniş yoxuş, əyrilik, kələ-kötürlülük görməyəcəksən. O gün insanlar qəbirlərindən qalxıb heç bir başqa tərəfə meyl etmədən carçının, hamını məhşərə çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın əzəməti, heybəti qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən. O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Rəbbin onların keçmişini də, gələcəyini də bilir. Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını öz əzəli elmi ilə bilir. Onların elmi isə onu, Allahın zatını əhatə edib qavraya bilməz. O gün üzlər, bütün insanlar əzəli, əbədi olan məxluqatın hər işini yoluna qoyan, onları dolandıran Allaha təslim olub, zəlil bir görkəm alar. Zülmə, günaha yüklənən, Allaha şərik qoşan, küfr edən, ziyana düşüb mətləbinə yetişməz, ümidsizliyə uğrayar. Mömin olub,
yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də mükafatının əskilməsindən qorxar. Ya Muhammed, biz onu, sənə göndərilən ilahi kitabı ərəbcə Qur'an olaraq nazil etdik. Biz orada kafirlərə əzab veriləcəyinə dair təhdidləri cürbəcür misallarla təkrar izah etdik ki, bəlkə onlar pis əməllərindən çəkinsinlər, yaxud onun öyüd nəsihətlərindən ibrət alsınlar. Qur'an onlara öyüd nəsihət versin. Həqiqi hökmdar olan Allah hər şeydən ucadır. Müşriklərin ona aid etdikləri sifətlərdən uzaqdır. Həm də ey Peyğəmbərim, Cəbrail tərəfindən sənə tamam kəmal vəhy olunmadan əvvəl Qur'anı oxumağa tələsmə. Və ey Rəbbim, mənim elmimi artırdı. Doğrusu, bundan əvvəl Adəmə də şeytana uymamağı tövsiyə etmişdik. Lakin o tövsiyəmizi unutdu və biz onda əzm, səbat görmədik. Bir zaman mələklərə Adəmə təzim, hörmət məqsədi ilə səcdə edin deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən boyun qaçırtdı. Biz də belə dedik: ey Adəm, bu iblis sənin də, övrətinin də düşmənidir. Ehtiyatlı olun ki, sizi tovlayıb cənnətdən çıxartmasın. Yoxsa ey Adəm, məşəqqətə düşüb bədbəxt olarsan. Gecə-gündüz əziyyət çəkib, öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan. Həqiqətən sən orada, cənnətdə acmaq nədir, çılpaq olmaq nədir, bilməzsən. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən. Allahın bütünü bu xəbərdarlığından sonra şeytan ona, Adəmə vəsvəsə edib, pıçıldayıb belə dedi: ey Adəm, sənə meyvəsindən yiyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə cənnətdə yaşayacağın əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq, fənaya uğramayacaq bir mülkü göstərimmi? Adəm və Həvva ondan həmin ağacın meyvəsindən yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar lüt bədənlərinə cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Sonra Rəbbi tövbə etdirməklə onu seçdi, özünə yaxınlaşdırdı, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi. Allah Adəmə və Həvvaya belə buyurdu: bir-birinizə, siz iblisə və onun nəslinə, iblis də sizə və nəslinizə düşmən kəsilərək, hamınız oradan, cənnətdən yerə enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər, kitab, yaxud Peyğəmbər gəldiyi zaman, hər kəs mənim haqq yolumu tutub getsə, nə dünyada yolunu azar, nə də axirətdə bədbəxt olar. Hər kəs mənim öyüd nəsihətimdən, Qur'andan üz döndərsə, güzaranı daralar, yaxud qəbir evində şiddətli əzaba düçar olar və biz qiyamət günü onu məhşərə kör olaraq gətirərik. O belə deyər: ey Rəbbim, nə üçün məni məhşərə kör olaraq gətirdin? Halbuki mən dünyada hər şeyi görürdüm. Allah buyurar: elədir. Amma sənə ayələrimiz, möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər gəldi. Sən isə özünü görməməzliyə vurub, onları unuttun, iman gətirmədin.
bugün eləcə də sən unudulacaqsan. Biz Allaha şərik qoşmaqla, küfr etməklə həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə şübhəsiz ki, daha şiddətli, daha sürəklidir. Məyər kafirlərə bəlli olmadımı ki, biz onlardan əvvəl, indi, məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda, keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə ağıl sahibləri üçün ibrətlər vardır. Əgər Rəbbindən bu ümmətin əzabının axirətə saxlanılması haqda öncə bir söz, hökm və lövh-i məhfuzda bu kafirlərin əzabı üçün əzəldən müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, dünyada da tezliklə onlara da belə bir əzab verilməsi lazım gələrdi. Ya Mühəmməd, elə də Məkkə müşriklərinin dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükr edib şəninə təriflərdi. Sübh və əsr namazlarını qıl. Gecənin bir vədəsində, axşam və gecə saatlarında və günorta radələrində də Rəbbini öyüb təqdis et. Şam, gecə və günorta namazlarını qıl ki, bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən razı, xoşhal olasan. Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal dövlətə rəğbət gözü ilə baxma. Gözünü dikmə. Rəbbinin ruzusu, bərəkəti həm daha xeyirli, həm də daha baqidir, sürəklidir, əbədidir. Əhlinə, əhl-i beytə və ümmətinə namaz qılmağı əmr et. Özü də ona namaza səbirlə davam et, yaxud məişət çətinliklərinə döz. Biz səndən ruzu istəmirik, əksinə, sənə ruzu verən bizik. Gözəl aqibət təqva sahiblərinindir, müttəqilərindir. Kafirlər dedilər, nə üçün o, Mühəmməd, Rəbbindən bizə həqiqi peyğəmbər olmasına dəlalət edən bir möcüzə gətirmir? Məgər Qur'anda, onlara əvvəlki ilahi kitablarda, keçmiş ümmətlərin həyatına, küfürləri üzündən düçar olduqları müsibətlərə dair olanların bəyanı, yaxud açıq-aşkar dəlili gəlmədimi? Əgər biz onları, Məkkə müşriklərini bundan, Peyğəmbər və Qur'an gəlməzdən əvvəl əzabla məhv etsəydik, qiyamət günü mütləq belə deyəcəkdilər: Ey Rəbbimiz, nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir Peyğəmbər göndərmədin ki, sənin ayələrinə, hökmlərinə tabi olaydıq? Ya Mühəmməd, de, hamı axirət gözləməkdədir. Siz də gözləyin. Qiyamət günü doğru yol sahiblərinin kimlər, biz yoxsa siz olduğunu və kimin haqq yolunu tapdığını, hidayətə yetişdiyini biləcəksiniz.